Nəysə, gördüm belə pişiklərin evlərini falan qoymaq. Bir də bu da Simbanın həyat yoldaşı olma ehtimalı var. Kaçanlıklar var değil mi? Hə. Aa, yenə hamiləydi. Yox, qarnı şiş qaldı. Nəysə, belə, xoşbəxt olun və sizə də göstərmək. Deyə, burada da o bir pişik. Deməli, necə yemək düzəldiyimi sizə göstərəcəydim, yadımdan çıxdı. Belə bir də pişik süd toz almışam. 15 manat idi. Və belə bir də biberon almışam. Bu sadəcə qarışdırmaq almışam və dünənlərdə bununla verildi. İndi o mağazadan belə bir də biberon aldım. Bu da 6 manat idi. İçindən təmizləmək üçün şey, bir də başlığa çıxdı. Və belə 2 qaşıq tökürəm içinə, üstünə 50 mg su. Buralarda yazır su miqdarı. Nəysə, belə hazırlayıram. İndi birazdan sizə necə verdiyimi də göstərəcəm. Aha, demək belə, yenə bayaq kimi götürdüm qucağıma. Gözürəm yal. Ağzı kirən. Ağzını kirərsə belə ehmalca silək. Belə. Hop, həlaldir. Nəysə, götürürük yalda. Yalda. Aferin. Sıxırıq qabdan. İçir yavaş-yavaş. İstəməyəndə başını çəkir. İçir düz əməl olaraq, amma sonra içizdirmək lazımdır, yəni. Yoxsa acınır qədər. Qarnı yenə şişib, nə boyda olub. Birazdan yenə tuvaletin eləməyə kömək eləyəcəyik. Bir dəfə də belə, sonra videonu söndürüb, keçir, içir. Belə içir. Ağzın kirləndi. Belə gəldi tuvaletə, yankı var, az-az üzülür sayın. Bir şey götürdük, proporsional belə tuturuq və başlayırıq belə eləməyə. Sonra başlayır çişini eləməyə. Görürsünüz sarıqda. Maması bunu eləyir normalda. Biz bunu belə eləyirik. Və bu ayıq olsun, eləyik. Belə bir şey sahib olasınızsa, boyutlara baxın. Şöp. Saydı. Tərli. Belə. Bəli əziz dostlar, yetimçəmizə, limon kikimizə yemək veririk. Hazırda qışqırır, acıdır. Nəysə, bugünlük vloqda belə qurtarır. Videoya like atıb kanala abunə olsanız sevinirəm. Dərs son oxudum düz, amma az oxudum, videoya qoya bilmədim. Nəysə, nəyimizə lazım mənim dərs oxumağım. Videoya like atın, kanala abunə olun, xoş atırsa. Hələlik sağ olun, gələcək videolarda görüşərik.